Hər vaxtınız xeyirli olsun, hörmətli müəllimlər. İyun sınağının ikinci hissəsinin izahından hər birinizi xoş gördük. Gəlin davam eləyək testlərin izahına. 21-ci testimiz nida cümləsi ilə bağlı olan bir test tapşırığıdır və biz variantlarda serious sözünü görürük. Bilirik ki, serious ismi təki və cəmi eyni olan bir isimdir. Təkdə olarkən qarşısında qeyri-müəyyənlik artiklı gəlir, cəmdə olarkən isə təbii ki, bu qeyri-müəyyənlik artiklı düşür. Mənası da seriya, düzüm, silsilə deməkdir. İndi gəlin variantlara baxaq. Burada what interesting television series it is görürük. Cümlənin sonundakı əvəzlik və xəbər bizə göstərir ki, series sözü burada təkdə işlənmişdir. Ona görə bunun qarşısında qeyri-müəyyənlik artiklı çatışmır. Belə olmalı idi ki, what an interesting television series it is. Yəni biz burada mütləq an artiklından istifadə etməliydik. A ona görə yanlışdır. B variantında what interesting the television series görürük. Z artiklı ümumiyyətlə what'la başlayan nida cümlələrində istifadə olunmur. C variantında how interesting these television series are görürük. Bu hissəsinə aydınlıq gətirim ki, how-la başlayan nida cümlələrində how-dan sonra dərhal sifət və zərf gəlməlidir. Və bu sifət və zərfdən sonra determine və ya müəyyənlik artiklı işlənməlidir. Və burada biz işarə əvəzliyini görürük. O da determine qrupunda istifadə olunan sözlərdən biridir. Lakin burada cümlənin sonunda are xəbərini görürük. Deməli, bu cəmliyə bir işarədir. Serious sözü burada cəmdə işlənmişdir. Və cəm ismin qarşısında heç vaxt tək işarə əvəzliyi gəlməz. Ona görə C yanlışdır. D variantında how interesting television series are görürük. How interestingdən sonra mütləq Z artiklı və ya determine gəlməli idi. D də yanlışdır. Y variantında what an interesting television series it is. Bax, bu bizim düzgün cavabımızdır. Ona görə ki, cümlənin sonundakı əvəzlik və xəbərə baxsaq, görərik ki, series burada təkdədir və ona görə də qarşısında qeyri-müəyyənlik artiklı işlənmişdir. 22-ci testimizdə participle one-ın, yəni fe'li sifət 1-in işləndiyi cümləni biz tapmalıyıq. A variantına baxırıq. The woman talking to my mom is my teacher. Mənim anamla danışan qadın mənim müəlliməmdir. Burada bilirik ki, fe'li sifət dilimizə an, ən, yan, yən şəklində tərcümə olunur. Təbii ki, bir neçə tərcümə forması mövcuddur. Həmin tərcümələrdən biri də məhz bu şəkildədir. Anamla danışan qadın mənim müəlliməmdir. Elə bizim A variantımız düzgün cavabımızdır. B variantına baxırıq, without görürük. Without söz önüdür və söz önündən sonra gələn ing bilirik ki, gerunddur. C variantında ümumiyyətlə nə fe'li sifət, nə gerund heç biri işlənməmişdir. Burada yalnız məsdər var, ona görə C-ni də çıxırıq. D variantında is running good for our health. Bu cümləni təsdiqə çevirəndə belə olur ki, running is good for our health. Deməli, bu gerunddur. Cümlənin başında gəlir, xəbər təkdədir. Deyir ki, qaçış bizim sağlamlığımız üçün faydalıdır. Bu şəkildə, bu da gerund cümləmizdir. Y variantına baxırıq. The parents are listening to music. Burada da fe'limiz zamana düşüb. Deməli, bu participle one ola bilməz. Çünki fe'lin təsriflənməyən formaları zamana görə dəyişməz. Ona görə Y variantı da düzgün cavabımız deyil. 23-cü testimizdə məchul növün işləndiyi variantları tapmalıyıq. Birinci cümlədə the city is situated görürük burada. To be situated fe'li ifadəsi məchul növ yaratmır. Əslində bu stative passivdir, yəni görünüşcə məchula bənzəsə də məchul hesab olunmur. İkincidə I haven't been abroad either. Burada xaricdə olmaq ifadəsidir, yəni mən də xaricdə olmamışam. Bu da passiv deyil. Üçüncü cümləmiz there is quruluşudur. There is cümlələri passiv hesab olunmur. Dördə baxırıq. He has been promoted to a manager. O, manager vəzifəsinə yüksəldildi, yəni vəzifəsi qaldırıldı. Has been promoted, bu məchul növ yaradır. Və beşincidə he was considered to be an excellent teacher. Mənası da odur ki, o, əla bir müəllim hesab olunur. Yəni, kimisə tərəfindən əla bir müəllim hesab edilir. 5 də bizim pasiv cümləmizdir. 4-5 D variantı. 24-cü testimiz idiomlarla bağlıdır. Şərti belədir ki, on the ball idiomunun mənası nədir? Bu da yaxşı iş başarmaq, işi gözəl yerinə yetirmək mənasında tərcümə olunur. Doing a good job B variantı.
25-ci testimizdə deyilir ki, səhv variantı seçin. Variantlara baxırıq. A variantında deyilir she has been breaking his leg this week. O bu həftə ayağını sındırmaqda olmuşdu. Bəzi feillər var ki, onlar ani feillər adlanır. Məsələn, barmaq kəsmək, ayağını, qolunu sındırmaq, yıxılmaq. Bunlar ani hərəkətlərdir. Bunlar davam edici zamana düşə bilməz. Ona görə də qızın ayağını sındırması davamlı ola bilməz. Belə ola bilərdi ki, she has broken his leg. Yəni sındırmaqda olub deyə bilmərik. Çünki ayaq sındırmaq, qol sındırmaq davam edici zamanda işlənə bilən hərəkət deyil, o ani hərəkətdir. Elə səhv cavabımız da A variantıdır. Digər variantlara baxaq. He has been cutting the wood. O səhərdən bəri odun doğramaqdadır. Yəni burada odun doğramaq, odun kəsmək mənasında davam edici zamana düşə bilir. Amma burada deyilsəydi ki, barmağını kəsib, artıq həmin cümlədə davam edici zamana düşə bilməzdi. Məsələn, cut feilini barmaq kəsmək ifadəsində işlədəndə həmin ifadə davam ediciyə düşə bilməz. Çünki barmaq kəsmək, barmağı zədələmək, incitmək, bunlar ani hərəkətlərdir. Davamlı şəkildə baş verə bilməz bunlar. B düzgündür. C-yə baxırıq. Deyilir ki, neçə müddətdir ki, ingilis dilini öyrənməkdəsən, learn feildə davam ediciyə düşə bilər. D-də how many times bildiyimiz kimi present perfect yaradır. Have you watched this film? Bu da düzgündür. Y variantında isə since 6 o'clock olduğuna görə deməli has been sleeping formasında bitmiş davam edici zaman istifadə olunmuşdur. Yəni körpə saat 6-dan bəri yatmaqdadırmı? Davamlı hərəkət özünü göstərir. Yanlış variant A variantı. 26-cı testdə deyilir ki, to make feilinin işləndiyi ifadələri seçin. A variantına baxırıq. To make progress, to make a report, to make a list. Hər üçü uyğun gəlir. Deməli, cavab A variantıdır. B variantında to do a course olar. C variantında to do shopping. D variantında to have a task olur. Y variantında isə to do one's hair. Kimisə saçını düzəltmək do ilə işlənir. Deməli, cavab A variantı olur. 27-ci testimiz söz ünlüyə aid olan bir testdir. Ansə feil kimi bilirik ki, özündən sonra ümumiyyətlə sözünü gətirməz. Ona görə bir yanlışdır. Speak isə özündən sonra to sözünüsünü gətirməli idi. Speak to somebody. 2 yanlışdır. 3-də get to London düzgündür. 4-də leave London. 5-də leave for London. Hər ikisi düzdür. Əgər bir şəhəri tərk edirsənsə, o zaman leave feilini istifadə edirsən. Amma həmin şəhərə doğru yola çıxırsansa, yəni üzünü ora tutursansa, oraya gedirsənsə, istiqamət oradırsa, onda deyirsən ki, leave for. Məsələn, leave London o deməkdir ki, yəni Londondan çıxmaq, Londonu tərk etmək. Amma leave for London, yəni Londona yola düşmək. Bu şəkildə 4 və 5 də düzgündür. Deməli, cavab 3, 4, 5 D variantı. 28-ci testimiz sifətin üstünlük dərəcəsi ilə bağlı bir test tapşırığıdır. Vergülə qədər biz fikir veririk ki, sifətin heç bir dərəcəsinə, yəni ehtiyac yoxdur, nə müqayisə, nə üstünlük. Çünki mənası belədir ki, Wall Street böyük evləri olan dar bir küçədir. Sadəcə fikir verməliyik ki, isimlərimizdən biri təkdir, digəri isə cəmdir və street sözü sayılır. Deməli, street sözünün artiklı itməməlidir. B variantında görürük ki, artikl yoxdur sifətin qabağında, deməli B yanlışdır. D və Y-də isə üstünlük dərəcəsi və müqayisə dərəcəsindən istifadə olunub birinci tərəflərdə. Adi dərəcə qorunub saxlanmalıdır. A və C arasında qalırıq və ikinci tərəfdə houses cəmləndiyinə görə big sözünün qabağında artikl gəlməməli idi. A big houses olmaz. Ona görə C-də yanlışdır. Və A variantı düzgündür. Yoxlamaq üçün üçüncü tərəfə də baxırıq. In the USA var. Cümlədə əgər in varsa, deməli bu üstünlük dərəcəsinin göstəricisidir. Yəni ABŞ-da, ABŞ-ın daxilindəki ən məşğul küçədir. Yəni ən izdihamlı küçədir. Ona görə də üstünlük dərəcəsini biz üçüncü tərəfə vermişik. Doğru cavabımız A variantı. 29-cu testimizdə mürəkkəb isimlər seçməliyik. A variantında hardship, B variantında humanity sözləri düzəltmədir. C variantında season sözü sadə sözdür. Y variantında nonsense isə düzəltmə sözdür. Mürəkkəb isimlərimiz Motherland, ana vətən, Moonlight,
ay işığı, newspaper, qəzet. D variantı düzgün cavabımızdır. 30-cu testimiz yəli hala aid olan bir test tapşırığıdır. Baxırıq birinci cümləmizə, görürük ki, hər iki ismin özünün apostrofu var. Yəni, buradakı işlənən isim bu iki nəfərin ortaq bir əşyası, bir şəxsi, bir qohumu, yəni onların ikisinin ortaq bir obyekti deyil. Burada atadan söhbət getdiyinə görə, deməli Kate'in ayrı, Tom'un ayrı atasından söhbət gedir və atalar da cəmlənməlidir. Ona görə bir düzdür. 2-də Kate'in ayrı, Tom'un ayrı saçından söhbət gedir, amma hair sözünü cəmləndirə bilmərik, çünki hair uncountable noundur, ifadə öz-özlüyündə düzdür. 3-ə baxırıq, Kate'in ayrı, Tom'un ayrı apostrofu varsa, deməli Kate'in ayrı, Tom'un ayrı kitabları olmalıdır. Burada book sözü cəmlənməli idi. 3 yanlışdır. 4-cü cümləmizdə Kate'in ayrı, Tom'un ayrı əlləri olduğuna görə, isim cəmləndiyinə görə 4 də düzdür. 5-də isə Kate'in ayrı, Tom'un ayrı şeirləri olmalıydı, poems olmalıydı. 5 yanlışdır. Düzgün cavablarımız 1, 2 və 4. A variantı. 31-ci testimizə baxırıq. Quantifier ilə əlaqədar olan bir testdir. Gəlin baxaq. Burada da means sözü işlənmişdir. Means vasitə deməkdir. Means sözü təki və cəmi eyni olan bir isimdir və onu tək isim kimi istifadə edəndə mütləq qarşıda qeyri-müəyyənlik artiklı gəlməlidir. Burada biz such a means of transport ifadəsini istifadə etməklə means'i tək formada təqdim edirik. Ona görə də heç bir səhvlik yoxdur. Yəni nəqliyyatın bir növü. Birinci düzgündür. 2-də such means of communication, yəni münasibətin, əlaqələrin belə növləri. Burada da means cəm formada verilibdir. Ona görə ki, qarşısında artikl yoxdur. Bu da düzdür öz-özlüyündə. 3-də such a lot of hissəsi düzdür. Çünki such a lot of-dan işlənir. Amma impression bildiyimiz kimi istisna isimlərin arasındadır. Hansı ki, cəmlənə bilir, sayılır. Impressions olmalıydı. 3 səhvdir. 4-də such bilirik ki, a little quantifier'lə birləşməz. Amma burada such a little boy o deməkdir ki, balaca bir oğlan. Deməli, burada işlənən little adjectivedir. Yəni, such quantifier kimi little-la işlənməz. Amma adjective olan little-la işlənə bilər. Such a little boy elə balaca oğlan mənasında 4 düzdür. 5-ci cümləmizə baxdıqda isə görürük ki, such a little information artıq burada a little quantifier'dir və such da quantifier olan little-la işlənməz. Ona görə 5 yanlışdır. Doğru cavablarımız 1, 2, 4 C variantı. 32-ci testimiz müxtəlif müzakirələrə səbəb oldu. Müəllimlərlə bu test haqqında çox fikir mübadilələri apardıq. Demək olar ki, müəllimlərin yanaşmaları 2 yerə ayrıldı. Bəziləri Kipri dövlət kimi zənn etsələr də, bəziləri adalar qrupu kimi zənn etdilər və ona görə də 2 cür fikir ayrılığı yarandı. Müxtəlif bu testin müxtəlif mənbələrdə olan cavabları önə sürüldü. Yəni dövlət kimi qarşısında Z artiklı olmadan, amma ada kimi qarşısında Z artiklı ilə olan versiyada yəni təqdim olundu. Ona görə mən bu test haqqında istəyirəm yekun olan bir fikrimi irəli sürüm və bununla da bu test haqqında olan müzakirələri sonlandırım. Deməli, Kiprə bir dövlət kimi yanaşacağıq bu testdə. Dövlət adı kimi, yəni adalar qrupu kimi yox, bir ada kimi və yaxud da bir dövlət kimi yanaşırıq və ona görə də qarşısında Z artiklı olmur, digər dövlət adları kimi. Ona görə burada bir düzgündür. Amma 2 səhvdir, çünki Z artiklı işlənmişdir. 3-də isə Island of Cyprus yox, The Island of Cyprus quruluşu oflu birləşmələrdə Z ilə işlənmə qaydasına görə 4 burada düzgünümüzdür. 5-də bilirik ki, Bahama adaları bu ada qrupudur, adalar silsiləsidir. 5 yanlışdır, 6 isə düzgünümüzdür, çünki silsilə adalar qarşısında Z artiklı olmalıdır. Deməli, 1, 4, 6 D variantı. 33-cü testimiz inversiya ilə bağlı bir test tapşırığıdır. Ümumiyyətlə, inversiya testini işləyərkən bu qaydanı diqqətlə yadda saxlamaq lazımdır ki, mürəkkəb cümlələrdə only when, only after, only if, not until, not since,
not even if. Bax, bu 6 ifadə inversiyanı öz yanında yox, mürəkkəb cümlədə öz yanında yox, digər tərəfdə istəyir. Ona görə də gəlin diqqətlə cümlələrimizə baxaq. Only when varsa, deməli inversiya ikinci tərəfdə olacaq. Burada had qabağa keçibsə, A yanlışdır. B variantına baxırıq. Only when we had all arrived home did I felt olmaz. Çünki did gəlibsə, feil birinci formasına qayıtmalıydı, feel olmalıydı. B getdi. C variantına baxırıq. Only when we had all arrived home did I feel calm. Bax, bu düzgün cümləmizdir. İkinci tərəfdə inversiya olunubdur və feil də birinci formasına qayıdıbdır. C düzgünümüzdür. D variantına baxırıq. Had keçib qabağa birinci tərəfdə. Y variantında da did keçib qabağa. Only when öz tərəfində inversiya istəmir, digər tərəfdə istəyir. Düzgünümüz C variantıdır. 34-cü testimiz definition testidir. Alien yad elli, bend down əyilmək, closet isə gizli şkaf, divarda hazırlanmış, düzəldilmiş gizli şkaf. İndi gəlin baxaq variantlara. Alien yad elli deməkdirsə, belonging to a foreign country. Ona görə biri B ilə uyğunlaşdırırıq. Bend down əyilmək deməkdir. Ona görə də C ilə uyğunlaşır. Change the position of your body. Və closet də bildiyimiz kimi divardakı şkafdır. A cupboard built into the wall of a room. Bu şəkildə 3 də A ilə uyğunlaşır. Deməli 1B, 2C, 3A C variantı. 35-ci testimiz indirect speech testidir. Gəlin cümləmizə baxaq. Linda's husband said, I didn't have any money with me last night, so that I had to borrow some. Yəni, Linda'nın həyat yoldaşı, kişi söyləyir ki, dünən axşam mənim pulum yox idi, ona görə də səndən borc almalı oldum. İndi gəlin variantlara baxaq. Linda's husband said that I didn't have olmaz. Çünki artıq dırnaq atılanda əvəzli dəyişilməlidir. Belə olmalıydı ki, he didn't have any money. Yəni, I'ı he ilə əvəz eləməlidir. Çünki husband kişi cinsinə mənsub olan bir isim olduğuna görə I'ı atıb yerinə he verməliydik. A getdi. B variantında Linda's husband said that she didn't yox. Husband olduğuna görə he didn't olmalıydı. C variantında deyilir ki, Linda's husband said that he hadn't had any money with him the previous night, so she had to borrow some. Yəni, yoldaşı dedi ki, onun yəni pulu yox idi və keçən axşam və xanım ona borc pul verməli olub. Baş cümləmiz keçmiş zamanda olduğuna görə budaq cümlədəki hərəkət bir addım da geriyə gedib, ona görə bitmiş zamanda təqdim olunub bizə. Last night-da previous night-la əvəz olunub. Düzgün cavabımız C variantıdır. D variantında tell-dan sonra zət gəlməz, ona görə D yanlışdır. Y variantında da ki asked if var, yəni soruşur. Burada dırnaq içərisində sual cümləsi olmadığına görə, yəni burada soruşur, xəbər alır tipli feildən istifadə etməməliyik. 36-cı testimiz sayla bağlı olan bir test tapşırığıdır. Doğru variantı seçməliyik. Baxırıq A variantına. She has third brothers yox, three brothers. Yəni ki, onun 3 qardaşı var. Sıra sayı ilə yox, miqdarla verilməlidir. B variantına baxırıq. There are 100 students in the hall. Yəni zalda 100 nəfər şagird var. 100 özündən sonra cəm isim gətirib düzgün cavabımızdır. C variantında 1000 visitor received a prize, yəni 1000-ci ziyarətçi hədiyyə qəbul etdi. Sıra sayı olduğuna görə qarşıda Z artiklı gəlməli idi. D variantında there are 28 days in this month, yəni bu ayda 28 gün var, 28-ci gün yox. Burada sıra sayı yox, miqdar olmalıydı. Yəni olmalıydı ki 28 bu şəkildə. Və Y variantında this box weighs 2/3 of a ton. Burada sürətimiz 2 olduğuna görə məxrəc cəmlənməli idi. Y də ona görə yanlışdır. 37-ci testimizdə isə deyilir ki, sadə cümləni seçin.
Bilirik ki, sadə cümlədə yalnız bir mübtəda, bir xəbər olur. Mürəkkəb cümlənin isə iki növü var. Tabeli mürəkkəb cümlə, tabesiz mürəkkəb cümlə. Əgər iki cümlənin tərəfləri bir-birindən asılı deyilsə, hər ikisi bərabər hüquqludursa, bu compound sentens adlanır. Yox, biri digərindən mütləq asılıdırsa, tabelilik bağlayıcılarla yaranıbsa, deməli bu cümlə kompozit sentens adlanır və hər iki halda mürəkkəb cümlə hesab olunur. Sadə cümlə isə yalnız bir mübtəda, bir xəbərdən ibarət olur. İndi gəlin A variantına baxaq. The sun was bir mübtəda xəbər, the birds were ikinci mübtəda xəbər. Bu cümlə and-la bağlandığına görə tabesiz mürəkkəb cümlədir, yəni mürəkkəb cümlədir, sadə cümlə deyil. A-nı çıxdıq. B variantına baxırıq. John went bir mübtəda xəbər, James remained ikinci mübtəda xəbər. Bu da but-la birləşib tabesiz mürəkkəb cümlədir. C variantına baxırıq. I like bir mübtəda xəbər, Mary likes ikinci mübtəda xəbər, but-la birləşib tabesiz mürəkkəb cümlədir. D variantına baxırıq. The alarm rang bir mübtəda xəbər, John jumped ikinci mübtəda xəbər, as soon as-la bağlanıb deyə tabeli mürəkkəb cümlədir, zaman bağlayıcılı bir cümləmizdir. Mürəkkəb cümlədir. Bu da sadə deyil. İndi gəlin Y variantına baxaq. Because of having finished her homework, Maria went to the park to play. Bilirik ki, because of özündən sonra tam cümlə gətirməz, ya gerund, ya söz birləşməsi, ya da isim gətirər. Ona görə də because olan hissə vergülə qədər tam cümlə hesab olunmadığına görə əsas tam cümlə bu hissədən başlayır. Maria mübtədamız, went xəbərimiz. Deməli, bu cümlənin bir mübtədası, birdən də xəbəri var. Yəni, qısa olaraq bu cümlə sadə cümlə hesab olunur. Əziz müəllimlər, İyun sınağının izahından bu qədər. Bildiyiniz kimi artıq sertifikasiya imtahanı ərəfəsidir və bu ərəfədə imtahana az qalmış sonuncu sınaq imtahanını sizinlə bölüşmək istədim və bu sınağın izahını da mütləq şəkildə sizə təqdim etmək istədim ki, balaca da olsa bu sınağın sizə bir faydası toxunsun. İnşallah ki, elə olar. Hər birinizə təkrardan uğur diləyirəm, müvəffəqiyyət arzulayıram. İnşallah xoş xəbərlərinizi imtahandan sonra gözləyirəm. Salamat qalın.